Marketing forumunun sonuncu günündəyik və bir neçə dəqiqədən sonra forumumuzun sonuncu üçüncü paneli başlayacaq. Amma hər paneldən öncə sizə faydalı olacaq bir təqdimatları, çıxışları diqqətinizə çatdırırıq. Və hazırda öz gəlişi ilə, öz ab-havası ilə, öz xoş siması ilə bugünkü forumumuza bir başqa renk qatan bizim dəyərli Respublikamızın əməkdar artisti Dilara xanım Əliyevanı sizin alqışlarınızla səhnəyə dəvət edəcəyik. Xoş gəlmisiniz. Söz sizdədir. Buyurun Dilara xanım. Təşəkkür edirəm. Xoş gördük hamınızı. Bu gözəl bir hadisə münasibəti ilə hər birimizi təbrik edirəm. 10 ildir belə bir forumu yürütmək həqiqətən çox böyük əmək, zəhmət tələb edir və diqqət tələb edir. Və bugünkü günü burada sizin aranızda olmaqdan da çox böyük məmnuniyyətli hissi duyuram. Və nəzərinizə çatdırmaq istəyirəm ki, danışacağım, bölüşəcəyim bir çox məlumatlar var. Bəlkə də illər boyu ürəyimdə yığılıb qalmışdı ki, belə bir təcrübələrimiz var. Bunu harada bölüşə bilərəm və harada bu məlumatlar faydalı ola bilər. Heç demə, o gün bugünmüş. Mən qayıtmaq istəyirəm 90-cı illərə. Ha vaxt ki, Soy Production ayrıca müstəqil production olaraq, heç bir televiziyadan asılı olmayaraq öz televiziya məhsullarını hazırlamağa başladı. Yadınızdadırsa, geniş vüsət alan, tamaşaçı marağına səbəb olan Həftə Çal-Çağrı proqramı vardı. Konkret detallar üzərindən danışacağım ki, danışacağım məsələlər sizə də çox maraqlı olsun. O zaman belə bir təcrübə yox idi ki, hansısa sponsor olsun verilişə, hər bir şey dövlət tərəfindən maliyyələşirdi, eyni zamanda kanal tərəfindən maliyyələşdirirdi. Özəl production olaraq biz fəaliyyətə başlayanda aparıcı olaraq mənim geyimim öncə məsələ oldu, saç düzümüm məsələ oldu və nəzərə alsaq ki, burada bir mən xarakter yaratmalıydım və bu xarakteri kömək etmək üçün bu vasitələr mütləqdir ki, lazım olsun. Hər bir televiziyanın özünün təbii ki, bir qrimyoru olur, qrim otağı olur. Bu production olduğu üçün biz təzə-təzə iməkləməyə başlayırdıq və bir gün mənim ağlıma belə bir məsələ gəldi ki, ən yaxşısı budur. Mən gedim hansısa bir salona deyim, biz televiziyada bunu reklam eləyək. Və ilk olaraq mən elə Amerika səfirliyinin yanında yerləşən evimizin yanında orada Evrosalon fəaliyyət göstərirdi. Mən yaxınlaşdım orada müdirə ki, mən aparıcı olacam, hələ heç kim məni tanımırdı. Bəs mən orada saç düzümü lazımdı. Orada salon adı reklam olunacaq və hamı üçün çox maraqlıydı. Necə yəni, adi bir salon, televiziyada necə reklam ola bilər? Dedim, titrlərlə yazı gedəcək. Ona çox maraqlı gəldi. Dedi, amma belə, burada fərdləri deyil, sadəcə olaraq bizim salonu reklam etməyə lazımdır. Orada içəridə də 5-6 nəfər usta var. Təsəvvür eləyin ki, ustalar belə yanaşırdılar məsələyə. O vaxtın hələ məsələsini deyirəm sizə, indi deyəcəm. Gəldim salona, bugün bunda otururam, sabah o birisində otururam. Sonra hamı pulun dalınca qaçır, çox belə əhəmiyyət vermirdilər bu məsələyə ki, onsa salonun adı gedir də, salondan bizə nə? Mən də baxdım ki, hər dəfə mən çəkilişə gecikirəm, əziyyət çəkirəm və adını çəkmək mümkünsə, heç bir problem yoxdursa, stilist Bahar xanım var. Mən ona dedim ki, sən təkcə məni işlə, mən təkcə sənin adını deyim. O da dedi ki, onda belə eləyək. Mən salondan çıxım, özümə ayrıca salonu açım, çünki burada mümkün olmayacaq. Mən də çox belə cəsarətlə, özümə necə inanırsınız, dedim, çıx salondan. Get, özünə salon aç. Elə inanırsınız ki, mən o vaxtdan hiss edirəm ki, burada nə baş verəcək. Bahar salondan çıxdı, çox yaxında, yaxın bir yerdə, özünə balaca, kiçik bir salon açdı. Və mən o saç düzümləri 90-larda, indi heç kim pričoskalar falanlar eləmir. O vaxtı, inanırsınız, o pričoskalar, nə bilim, belə gəlinlərə hava kimi, su kimi lazım olurdu. Makyajımı da özü eləyirdi. Və mən salona reklam eləmişəm Baharı, mənim özümə vaxt çatmır.
bir günə 10 gəlin, 12 gəlin olurdu. Hamı o pričoskaları istəyirdi. Siz təsəvvür edirsiniz, bir gəlin də, indi Allah şükür hamı xəbəri var da, salon sektorunda ən bahalı pasiyent nə idi? Ən bahalı müştəri, ən bahalı şafa diyetoloqumdan bir yaxdan oturub danışırıq, xəstələrdə o qədər danışdıq ki, ən bahalı müştəri gəlinlər sayılır. Və Bahar 15 ildə Azərbaycanda elə bir yerə gəldi ki, biz 15 il yan-yana çalışdıq. Saç düzümü, makiyaj, hər dəfə və maşallah olsun, Bahar indi şəhərin ən mərkəzində özünün kirayə də deyil, özünün şəxsən adına olan 2 mərtəbəli gözəllik salonu, nə bilim, hər şey böyüdü, hər şey gözəlləşdi. Yəni, bizim milli marketingimiz ilk olaraq şəxsən mənim öz yanaşmamla 90'larda belə başladı. Və ilk olaraq bizim qida məhsullarımız, sular vardı orada, broiler var idi, konserv məhsulları var idi. Bunlar hamısı o zaman çal-çağıra sponsor olaraq gəldilər. Çünki çox faydalanırdılar. Hətta 90'lardan bu yana yanımda olan sponsorlar var və biz onlarla hələ də çalışırıq. Bizim yanaşmamız, belə deyək də, Avropanın, Amerikanın yanaşmasından olduqca fərqlidir. Bizim xalqın görmək istədiyi, inanmaq istədiyi məhsulları tamam başqa cür təqdim etməyə lazım idi. Məsələn, 90'larda biz əgər, hətta Soy Production özü də reklamlar çəkirdi və o zaman texnoloji cəhətdən çox zəif olduğuna görə çox da mükəmməl reklamlar çəkmək mümkün də deyildi. Amma ən vacibi o zamanlarda hekayə idi. Biz daha çox yaradıcı çalışırdıq, daha çox onun nağılı tərəfindən o qədər onu insanları da təəssürat yaratmağa çalışırdıq ki, sonda baxırdıq ki, bu bildiyim nağıl oxşuyur. Yəni, daha çox qonşu obrazları yer tuturdu və olurdu ki, hərdən məhsulun axırında da, reklamın axırında söhbətin hətta hansı məhsuldan getdiyi belə yaddan çıxmış ola bilirdi. Amma indiki zamanda belədir. Artıq 5-ci saniyədə tamaşaçını reklam saxlamırsa, tamaşaçı artıq o nağıllara qulaq asmaq istəmir. Üslub çox fərqli, vacibdir, tərzi çox vacibdir, rənglər də vacibdir. O zamanlar yetərdi ki, sənin məhsulunu sevsinlər, amma belə deyək də, deyirdilər ki, bizi sev. İndi isə bizdən istəyirlər ki, bizi paylaş. Nə qədər çox paylaşsan, bir o qədər reklam daha çox gözə dəyir. O zamanki ilə fərqli olaraq. Niyə görə? Yalnız bir televiziya var idi. Yalnız televiziyadan biz görürdük bütün o məhsulların, reklamlarını, sponsorları. Amma indi təsəvvür edin ki, kiçik bir 20 saniyəlik, 10 saniyəlik reklam televiziyada var, Instagramda var, TikTokda var, bütün sosial platformalarda var və çox paylaşdıqca daha çox gözə girir. Və bir də ən vacibi, çox vacibdir ki, fikir də nə qədər gözəl olursa olsun, bunu kimin söyləməsi çox vacibdir. Hətta bizdə belə bir söz deyək də, reklam siması seçərkən məhsula uyğun düzgün sənət adamlarını, düzgün tanınmışları, işi, fəaliyyəti olan insanları seçmək lazımdır. Bir də görürsünüz ki, yemək məhsuludur, nə bilim, qab yumaq üçün lazım olan hər hansı bir məhlullardır. Hə, filan kəs bizdə çox məşhurdur. Ay, filan kəsin nə qədər tamaşaçısı var. Onu sevirlər, onun sözünə inanacaqlar. Amma, məsələn, elə bir adamla o məhsulu reklam eləyirlər ki, sən baxırsan və çox gözəl bilirsən ki, o adamın bu məhluldan heç vaxt xəbəri olmayacaqdır. Adam ömründə bir dənə qabı içdiyi stəkanı suya salmır və yaxud da belə bu kimi ev, məişət, bu kimi məhlullardan qat-qat uzaq adamdır. Bu baxımdan reklam simasını seçəndə də ən düzgün, necə ki, tamaşanı, filmi hazırlayanda
ki, rolları düzgün böləndə nəticə də gözəl olur. Reklamlarda da elədir. Məhsulun göstərişi üzrə sima çox vacibdir. Təbii ki, ən vacibi etibarlılıqdır. Şəxsən mən özümdən danışıram. Mən məhsuluna inanmadığım, yemədiyim, giyməyəcəyim, dadına baxmayacağım bir məhsulu heç bir vaxt reklam etmərəm. Çünki insanların mənə olan güvəni oradan alacağım qonorardan qat-qat bahadır və mən onu heç nə ilə o etibarı itirəndə geri qaytara bilmərəm. Təbii ki, pul hər kəsə lazımdır, amma heç də pul bu cür, belə deyək də, özünü doğrultmayan məhsulu reklam etməklə qazanılmaz. Düşüncəm belədir, əqidəm belədir və mənim, belə deyək, bu baxımdan çox həssaslıqla yanaşdığım məsələlər var. Məsələn, mən heç vaxtı verilişimdə sponsorlu ola bilərlər, amma tum, kalbasa, belə deyək, tualet kağızları, bunları heç vaxtı mən istəyir orada hansı məbləğdə qonorardan söhbət gedir getsin, mən bunu reklam etmək istəmirəm və mən bunu görmürəm. Özümü də görmürəm orada. Amma Azərbaycanda özümü, sözümü deyəndən sonra, tanıdandan sonra en sayda inandığım şirkətlər var ki, biz bir yerdə çalışmışıq, mən onların reklam siması olmuşam və bugün də davam edirəm, yanımda olan şirkətlər var və o şirkətləri ki, hansını ki reklam edirəm və hesab edirəm, bu hər kəs vətəndaş mövqeyi olmalıdır. Hər kəs öz işinə çox böyük güvənlə yanaşmağı bacarmalıdır. Və bizdə indi hazırda biraz televiziyalarda əvvəlki kimi deyil vəziyyət. Sponsorluq baxımından, reklam qiymətləri baxımından, o deyir, Birzə Ələkbər Sabirin sözü var, onda ki, evladı vətən xamidir, nə kef çəkməli əyyamidir. Onun sözlü qüvvəti o zaman ki, təkcə televiziya idi, reklam işi belə idi. Yalnız bir yerə gəlirdi, televiziyaya gəlirdi. Və onda qiymətlər də indikindən 3 dəfə, 4 dəfə daha artıq idi və insanlar da daha çox faydasını görürdü. Həmin o reklam verən şirkətlər geri dönüşü daha artıq görürdü. İndi tutaq ki, o platformalar ki, hansı ki fəaliyyət göstərirlər, influencerlər var, blogerlər var, bir məhsuldan 100 cürəsi var. Biraz insanlar seçim qarşısında, ay kimə inanaq, kimin sözünə inanaq, hansı məhsulu alaq, onun üzərindən həyatımızı quraq. Bax, bu biraz insanların çaşqınlığına da səbəb olur. Amma yenə də mən hesab edirəm ki, əgər bir insan özünü bir söz sahibi olaraq görürsə, ilk öncə öz şəxsiyyətini formalaşdırmalıdır. Hər bir reklamı qəbul etməməlidir və qəbul etdiyi reklamı çox ciddi cəhdlə araşdırmalıdır. O məhsul necə ortaya çıxır, necə hazırlanır, bu evlərdən tutmuş ta ki, ən kiçik salfetkalara qədər ola bilər ki, orada problemlər olsun. Hətta belə bir məsələlər var ki, mən şəxsən mənim belə deyək də simamda evlər belə reklam olunub, tikilən binalar, amma o da elə belə olmayıbdır. Mən onunla bağlı çox ciddi araşdırmalar aparmışam, neçə illik bir şirkət olduğunu araşdırmışam. Çünki siz təsəvvür edirsiniz, oradan aldığınız məbləğ sonra onun özünü doğrultmadığı şəkildə hər kəs sanki səni onun, necə deyərlər, sənə inandı getdi. Sənin simanda hər kəs bir düşmən görə bilər. Buna görə də biraz bu baxımdan diqqətli olmağımız çox vacibdir. Və televiziya ilə sosial platformalar arasında nə baş verir? Açığı, burada mən sizə belə bir söz deyim. Get-gedə artıq televiziyalardan sanki bəzi sponsorların ayağının çəkildiyini də biz onu, bütün aparıcılar, bütün televiziya onu hiss eləyir. Amma televiziya ola bilər bəzi məqamlarda öz aktuallığını itirmiş ola bilir, tutaq ki, daha çox tirajlanma baxımından.
Aması nədir? Azərbaycanda çox sözünü demiş, o qədər yüksək səviyyəli şirkətlər var ki, onlar özünü yalnız və yalnız istəyir nə baş verir versin sosial şəbəkədə, televiziya və televiziyada. Və televiziyada sözün əsl mənasında elmi, sənəti, tədris edən proqramların yanında olmağı və yanında durmağı bacarırlar. Çox zamanlar bizim verilişimiz daha çox reyting verir deyə mənim verilişim daha yaxşı baxımlıdır. Şəxsən mənim özümə çalışdığım şirkətlər neçə dəfə olub ki, Dilara xanım, bizə başqa hansı verilişi məsləhət görə bilərsiniz? Məsələn, deyirəm, bax, bu veriliş yaxşıdır, reytingi var, bu var, bu var. Yox, biz belə verilişlər istəmirik. Bu cür verişdə olmaq istəmirik. Bizə özünü bilən, sözünü bilən, sənət, elm, bu baxımdan yaxşı mənada, amma həm də baxımlı olsun. Yəni ki, dava etmək, hayküy etmək, qalmaqal etmək, kimisə təhqir etmək və yaxud da sosial problemlər üzərindən əmələ gələn verişlər ki, hansı ki, reytingləri kəllə çarxdadır, istəyir hara qədər olur olsun. Amma şirkətlərimiz var ki, mən onlara da çox-çox təşəkkürümü bildirirəm ki, hər zaman sözün əsl mənasında sənətin, mədəniyyətin yanında durmağı və onların adının məhz bu cür verişlərlə çəkilməyinin tərəfdarıdırlar. Və o şirkətlər də var və o şirkətlərin də sayəsində bu cür verilişlər və bu cür aparıcılar yürüyə bilirlər, davam edə bilirlər. Əks halda mənzərə çox belə ürək bulandırıcı ola bilərdi. Yəni ki, reytingin arxasınca deyil, sözün əsl mənasında gördüyün işin kalitəsinin arxasınca qaçınca hər şey qaydasında olur. İkincisi, kim deyir ki, sənət haqqında, elm, mədəniyyət haqqında hazırlanan verilişlər reytingi olmur və yaxud da onlar baxımsız olur. Bu cür sənət təbliğ eləyən, elm təbliğ eləyən, musiqi, əsl Azərbaycan musiqisini təbliğ eləyən o qədər gözəl verilişlərimiz var və bunların da kifayət qədər reytingi var. Sadəcə olaraq onu təqdim etməkdən və düzgün yönəltməkdən çox şey asılıdır. Və deyəcəklərim odur ki, biz də öz üzərimizdə hər zaman işləməliyik, çalışmalıyıq. Bizə inanan şirkətlərin, yanımızda olan şirkətlərin üzünü ağ etməyi bacarmalıyıq. Və bir də məni çox narahat eləyən bir məsələ var. O məsələyə toxunmaq istəyirəm. Bizdə milli marketinqdə ən böyük problem olan şirkətlər tərəfindən bir dənə budur. Gəlim, mən verilişə girib, bir ay baxım görüm, geri dönüş necə olacaq. Əgər reklam sifariş verən şirkət tez tələsik onun geri dönüşünü gözləyəcəksə, məncə heç bir ay nədir, heç bir gündə gəlməsin. Yəni, bu şirkəti tanıtmaq zaman alacaq, vaxt alacaq, amma ən azından samballı bir verilişin, samballı aparıcısı onun haqqında elə sözlər deyəcək, elə şeylər danışacaq. Ən azından onun imici formalaşacaq. Əgər sənin imicin formalaşıbsa, mütləq şəkildə bu sənə geri dönüş edəcək. Mümkün deyil ki, olmasın. Şəxsən, bax, bir etiraf edim sizə. 28 il bundan qabaq mən Soy Production'da aparıcı olaraq fəaliyyətə başladım. Və olsun ki, zamanında hər şey də gözəldir, indi də işi baxımından yaxşıdır, amma indiki, görün neçə illər keçib, son illər geri dönüş daha möhtəşəmdir. İnsanlar sənin kim olduğunu, sənin hansı sözün, hansı belə deyək də, bir kalitənin sahibi olduğunu daha yaxşı anlayırlar, sənə daha yaxşı dəyər verirlər. Bu baxımdan şirkətlər, televiziyaya fərq etməz, hansısa bir platformaya reklam verirlərsə, tez tələsik bir aydan sonra çıxıram, yəni o da düzgün deyil. Bir də bizim şirkətlərdə ən vacib olan çalışdığı simalarla eksklüzivlik məsələsini həll etməkdir. Baxın,
Deyəndə ki, tutaq ki, mən uzun illər bundan qabaq mobil operatorun siması idim. Azərbaycanda ilk açılan mobil operator idi. 90'lardan danışıram. Reklamlarını da biz çəkirdik, verilişimizdə də sponsor idi və sima olaraq seçmişdilər. Hər il çəkildiyim reklamlardan savayı mənim eksklüzivlik üçün ödənişimi, qonorarımı ayrıca verirdilər ki, mən ondan əlavə digər mobil operatoru reklam etməyəm. Burada nə baş verir? Tutaq ki, eksklüzivlik üçün ödəniş etmirlər. Mən çəkildim reklama, bu reklama çəkildim. Bir dəfə bu reklam çəkildi. 5 aydan, 3 aydan sonra həmin eyni mobil operator olsun, fərq etməz, eyni yükü daşıyan bir şirkət mənə müraciət eləyəndə, bu mənim tərəfimdən biraz yaxşı alınmaz ki, tutaq ki, 3 ay qabaq bunun haqqında danışırdı, 3 ay sonra indi bunun haqqında danışır, bu da alınmır. Və o şirkətlər o simanı illərlə qorumağı bacarmalıdırlar. Bunun üçün də müqavilələr olmalıdır. Bu eksklüzivlik haqqı ayrıca ödənməlidir ki, sonra heç kimin ki, belə deyək də, fikir ayrılığı yaranmasın. Bu baxımdan deyə biləcəklərim çox söhbətlər ola bilər. Sadəcə olaraq bugün sizin çox vaxtınızı da almaq istəmirəm, çünki qarşıda duran məsələlər var, çıxışlar var. Diqqətlə dinlədiyinizə görə təşəkkürümü bildirirəm və bu cür forumlara çox böyük ehtiyac var və forum münasibəti ilə özümüzü təbrik edirəm. Çox sağ olun. Təşəkkür edirik Dilara xanım. Hər zaman sizin kimi təcrübəli şəxslərin də fikir bölüşməsinə bizim ehtiyacımız olur. Çox sağ olun ki, həm televiziya, həm production təcrübəsi ilə bağlı kifayət qədər maraqlı məlumatları bizlə bölüşdünüz. Bir daha təşəkkür edirik sizə. Əziz qonaqlar, beləliklə biz sonuncu panelimizə keçirik. Söhbət PR və kommunikasiya panelindən gedir. Vaxt itirmədən panelin moderatoru Networking Azərbaycan və Net Property Investment şirkətinin həm təşkiçisi Orxan Hacıyevi sizin alqışlarınızla səhnəyə dəvət edirik. İndi isə spikerlərimizi bura dəvət edəcəyik, alqışları əsirgəmədən. NAR Azərfon MMC-nin PR və Korporativ Kommunikasiya Departamentinin direktoru Hökümə Kərimova, Paşa Sığorta şirkətinin marketinq rəhbəri Məruz Azməmmədova, ABB-nin marketinq departamentinin direktoru Vəfa Səfərli Abdullazadə və Olay Azın baş redaktoru jurnalist Pərviz Hüseyin. Bir daha hər birinizi salamlayırıq, xoş gəlmişsiniz, təşəkkür edirik dəvətimizi qəbul etdiyinizə görə. Sözü panelimizin moderatoru Orxan bəy ötürürük, buyurun. Hər birinizi salamlayıram. Xüsusilə də sona kimi qalan qonaqları salamlayıram. Forumun sonuncu panelinin, sonuncu günün sonuncu panelinin moderatoru olaraq bu məsuliyyəti hiss edirik özümüzdə və bir yandan özümüzü desert kimi hiss edirik ki, bizi sonaya saxlayıblar. Mən demək istərdim ki, bizim panel iştirakçıları çox hazırlaşıblar. Biz bununla əlaqəli dəfələrlə görüşmüşük, maraqlı diskusiyalarımız olub. Düşünürük ki, bugünkü görüş hər biriniz üçün maraqlı və produktiv olacaq və ona görə də istərdim ki, siz qonaqlar olaraq bizim panelin iştirakçılarını bir dənə ürəkdən alqışlayasınız, ürəkdən. Alqışlamayanlar üzdən yadda qaldı məndə. Mən birinci olaraq, ilk olaraq onu da qeyd edeyim ki, sualları, bilməm, səsim normal gəlir, bu mikrofon yaxşıdır, okey. Mən hamını aktiv olmağa çağırıram. Çünki hər birinizin paketinizdə, orada paketlərin içində QR kodlar var. O QR kodlardan istifadə edərək aktiv sualları yönəldə bilərsiniz. Mənə planşet söz vermişlər ki, o planşet məndə qalacaq sonra, amma planşeti görmürəm. Okey, planşet gəlir. Sualları yönəldə bilərsiniz və sualları seçərək bizim iştirakçılara verəcəm. Amma sizdən suallar gələnə qədər mən özümdən bəzi suallar vermək istərdim və birinci
sualı Vəfa xanıma vermək istərdim. Vəfa xanım Azərbaycan Beynəlxalq Bankın marketinq departamentinin rəhbəridir və mövzumuz belə deyək, Vəfa xanımın toxunacaq mövzu PR trendləri haqqında danışmaq istərdik. Vəfa xanım, buyurun, söz sizdə. Çox sağ olun, təşəkkür edirəm Orxan bəy. Ümumiyyətlə, mən ondan başlamaq istəyirəm ki, ilk öncə gəlin baxaq, PR nədir? PR-ın əsasında nə dayanır? Çünki bəzən bir çox hallarda elə industriyanın əməkdaşları, bəzən biz özümüz düşünürük ki, PR-ın əsas məqsədi məlumat ötürməkdir, amma əslində bu belə deyil. PR-ın əsas məqsədi münasibətlər qurmaqdır. Yəni, əgər PR-a bir tərif verəsi olsaq, biz deyə bilərik ki, PR bir şirkətin, bir qurumun ictimaiyyətdəki fərqli icmalar, maraqlı tərəflər, əməkdaşları, müştəriləri ilə arasında olan münasibətlərin strateji idarə etmə prosesidir. Və biz PR-a bu qədər, yəni geniş prizmadan baxdıqda qarşımıza çıxan əsas tendensiya, trend bundan ibarətdir ki, PR artıq, yəni münasibətlərin qurulması prizmasından baxanda artıq bu biz əvvəllər düşünürdük ki, var brend, hansı ki brendin kimliyini qoruyur, var tədbirlər var, bu ayrıca bir sahədir və biz PR-a daha geniş perspektivdən baxanda deyə bilərik ki, PR-ı uğurlu etmək üçün əsas tendensiya odur ki, birləşmiş, inteqrasiya edilmiş PR lazımdır. Yəni, o bizim dediyimiz brend, rəqəmsal marketinq, tədbirlər, korporativ sosial məsuliyyət, bu kimi məsələlər arasında olan, o domenlər arasında olan sərhədlər artıq itməyə doğru gedir və inteqrasiya edilmiş PR əsas tendensiyalardan biridir. Daha sadə dillə desəm, yəni bir şirkətin edəcəyi tədbir zamanı etdiyi brendinq və yaxud da şirkətin əməkdaşlıq etdiyi influencerlar, bütün bu seçimlər bu və ya digər şəkildə şirkətin maraqlı tərəflərlə qurulan münasibətinə təsir edən amillərdir. Ona görə bunları bir-birindən ayırmaq düzgün deyil və bu da əsas tendensiyalardan biridir. Digər tendensiyalar, əslində buna tendensiya da demək olmaz, çünki artıq uzun illərdir ki, son illərdə xüsusilə kifayət qədər aktivdir. Bayaq Dilarə xanım da qeyd elədi ki, artıq insanlar daha çox, yəni o attention span, o diqqət daralıb, yəni artıq əvvəl 10 saniyəyə baxırdılarsa, bir şeyə fikir, məlumat alırdılarsa, artıq bu 3 saniyəyə, 5 saniyəyə qədər azalıb. Ona görə əsas tendensiyalardan biri odur ki, uzun, təəssüf ki, belə deyək də, mətnlər və yaxud da videolar deyil, daha qısa audio-vizual mətnlərə, kontentə üstünlük verirlər. Bu əsas tendensiyalardan biridir ki, yəni şirkətlərin qarşısında duran əsas, belə deyək də, iş və məsələ bundan ibarətdir ki, 3 saniyə vaxtın var. Məlumat verə bilirsənsə ver, diqqəti cəlb eləyə bilirsənsə elə, yoxsa biz o müştərini, o, belə deyək də, o anı itirmiş oluruq. Təbii ki, digər tendensiyalardan danışsaq, biz görürük ki, son zamanlar kommunikasiya və yaxud da məlumatın paylaşılması artıq təkcə şirkətə məxsus olan bir üstünlük deyil. Sosial media var, hər kəsin sosial mediaya çıxışı var, hərə bir söz sahibidir və artıq burada kontentin yaradılması, məlumatın ötürülməsi təkcə şirkət tərəfindən görülən bir iş deyil. Burada əsas şirkəti, belə deyək də, şirkətdən başqa təmsil edəcək ən böyük oyunçular onun əməkdaşlarıdır və burada artıq daxili kommunikasiya girir. Biz son zamanlar yəqin ki, tendensiyanı görürük ki, son illərdə şirkətlər xüsusilə live səhifələri yaradırlar sosial mediada və burada artıq korporativ məlumatlardan daha çox bizim əməkdaşlar nə edir, asudə vaxtlarını necə keçirirlər, əməkdaşların xoşbəxtliyi, daxili tədbirlər, bu kimi məsələlər aktuallığını çox aktualdır və bu da tendensiyalardan biridir ki, əməkdaşları bir növ səfir kimi istifadə etmək, employee advocacy bu məsələni önə gətirməkdir. Digər tendensiyalardan danışsaq, mən deyə bilərəm ki, anında real-time marketing, real-time məlumatların bölüşməsindən danışa bilərik. Təbii ki, bu biraz həssas məsələdir. Çünki əgər şirkətin real-time marketinqlə bağlı xüsusi bir guideline-ları, bir
belə deyək də, strukturu yoxdursa, bu bəzən əks təsir də verə bilər. Bunu görürük. Məsələn, deyək ki, bəzi şirkətlər var ki, onların qaydlayını budur ki, yalnız müsbət məsələlərlə bağlı, müsbət deyək ki, və yaxud da qlobalda baş verən hadisələrlə bağlı real-time marketinq edirlər. Bu da, belə deyək də, şirkətin daxili, belə deyək, nəzarət etməli olduğu məsələlərdəndir. Amma ümumiyyətlə, əgər bir trendlərə, sosial media trendlərinə və s. qoşulmaqdan danışırıqsa, burada da önəmli məqam odur ki, vaxtında dərhal ilklərdən olmalısınız buna reaksiya verən, yoxsa olmasanız artıq hətta bir gün belə, 2 gün belə gecikmiş olsanız, artıq belə deyək, oxucuda, dinləyicidə, müştəridə qıcığa səbəb olacaq, nəinki o hype-a qoşulmaq məsələsi. Ümumilikdə tendensiyalar çoxdur. Təbii ki, süni intellektin inkişafı olsun, data əsaslı kommunikasiyalar olsun. Bütün bunlar ümumilikdə kommunikasiyaya təsir edən məsələlərdir. Yəqin ki, həmkarlar da daha detallı digər məsələlərlə bağlı məlumat verə bilərlər. Təşəkkürlər, çox sağ olun. Suala görə minnətdarıq. Cavabı çox açıqlaması ilə verdiniz. Təşəkkürlər. Mən bir şey baxıram ki, həqiqətən də bayaq yolda da gələndə biz bir müzakirə edirdik. Xanımların ümumiyyətlə biznes sahəsində, korporativ sahədə aktivliyi. Bugün də əsasən xanımlardır, burada da xanımlardır və zalda da xanım çox görürəm. Sual verənlər də xanımlar aktivdir. Yəni, mən baxıram ki, həqiqətən də biz kişilər çox geriyə qalırıq. Amma digər panellərdə belə deyildi. Daha əvvəlki panellərdə mən elə onu müşahidə elədim ki, yəni xanım iştirakçılarımız daha az idi. Amma ümumilikdə xanımların rolu get-gedə çox aktivləşir. Biznes sahəsində bu barədə hətta bir forumlarda da biz müzakirə edirdik. Nəsə, bu başqa bir mövzudur, o mövzudan çıxmayaq. Bir sual var, o sualı oxumaq istəyirəm. Məruz xanım, sizə ünvanlanıb sual. Ləman Abdulrəhmanlı sual verib. Mən, əgər icazə versəniz, Ləman xanımın özünə mikrofon təqdim olunar, çünki adam azdır. Mən Ledazın komandasına xahiş edəcəm ki, Ləman xanım ayağa qalxsa mən sizi görmək istərdim. Harada da Ləman xanım? Ləman xanım, mən görmürəm, yoxsa qocalmışam deyə, yoxsa necə? Ləman xanım sualını verib gedib deyəsən. Çox maraqlıdır. Onu da özüm oxuyacağım Ləman xanımın sualını. Sizcə, korporativ hədiyyələr brendin emosional PR aləti kimi çıxış edə bilərmi? Bu yanaşma PR strategiyasının effektiv hissəsi sayıla bilərmi? Bu barədə Məruz xanım fikrinizi bildirərdiniz, zəhmət olmasa. Korporativ hədiyyələr, ilk öncə hamını salamlayıram. Sona qədər qaldığınız üçün hamıya təşəkkür edirəm. Orxan bəyin dediyi kimi bizim panel biraz desert kimi təqdim olunub. Diyetologumuz buradadır ki, çox da danışmayaq. Və doğrudan da kommunikasiya, marketinqdə PR və kommunikasiyanın vacib rolu doğrudan da çox böyükdür. Suala gəldikdə isə, bəli, korporativ hədiyyələr hələ də aktualdır və şirkətin brend imicinə çox böyük təsir göstərir. Mən öz təcrübəmdə deyim ki, yəni biz həmişə korporativ hədiyyələri seçəndə çox belə, necə deyim, titiz yanaşırıq mı deyim, yəni həmişə belə çox fərqli yanaşırıq ki, verdiyimiz hədiyyənin bizim sığorta məhsulundan hər hansı bir mesajın ahəngliyi olsun. Çünki sığorta sektoru, digər həmkarlarım da bank, kommunikasiya sektorundan, konsert təşkilatçılığı sektorundan və Orxan bəy də bizdə networking tədbirləri təşkil edən sektordandır. Yəni, sığorta sektoru da oradan çətin bir sektordur və kommunikasiyası çətin ola biləcək bir məhsulların kommunikasiyasıdır. Daha əvvəlki panellərdə belə bir çıxış oldu. Doğrudan da marketinqin, biz bunu qəbul etsək də etməsək də, marketinqin əsas məqsədi müştərini mutsuz edib ona sonda xoşbəxt ola biləcəyi bir məhsul təqdim etməkdir. Amma sığortada bu biraz daha fərqlidir. Bizim müştərinin xoşbəxt olma anı çox sonradan olur. Yəni bu artıq biz ona bir hansı bir məhsul satanda heç bir touchable, yəni onun əlinə toxuna biləcəyi bir məhsul vermirik deyə və onun bizimlə interactionu ancaq bizlə münasibəti ancaq sonda baş verir. Hər hansı bir hadisəsi, bədbəxt hadisəsi baş verdiyi halda baş verir və ona görə də mən bunun bizim
tək belə kommunikasiyada deyil də hər bir anda, hər bir məqamda bizim üçün sığorta ilə assosiasiya eləmək və hər hansı bir Ləman xanımın da verdiyi suala görə korporativ hədiyyələrdə belə buna çox fərqli yanaşırıq ki, onun sığorta məhsulu ilə, sığorta şirkəti ilə bir kommunikasiyası olduğunu hiss eləsin. Ləman xanım yəqin özü korporativ hədiyyələrindən məşğuldur ola bilsin ona görə. Gəldi Ləman xanım, mənim fikrim Ləman xanımda qalıb, bu gəlməyib. Amma bu bazar çox kiçik bazardır. Əgər bu işlə məşğul olursa, doğrudan bu işin üzərinə düşsün. Okey, təşəkkürlər. Çox sağ olun Məruz xanım. Növbəti sualı NAR, не больше, не меньше, NAR şirkətinin nümayəndəsi Hökümə xanıma vermək istəyirəm. Hökümə xanım dediyimiz kimi PR və Korporativ Kommunikasiya Departamentinin rəhbəridir. Hökümə xanım, şirkətin ümumi strategiyasını və şirkət mədəniyyətini inkişaf etdirməkdə daxili kommunikasiyanın rolunu necə qiymətləndirirsiniz? Bu barədə zəhmət olmasa fikir bildirərdiniz. Səsim eşidilir. Hər vaxtınız xeyir olsun, axşamınız xeyir olsun. Məncə artıq axşamdır. Hətta işıqları söndürmüşlər bayaq ki, durun gedin, amma okey. Mən ilk öncə istəyərdim Milli Marketinq Forumunun təşkilatçılarına özlərinin təşəkkürümü bildirim. Artıq 3 gündür bu forum davam edir. Böyük bir əziyyət var bunun arxasında, forumun arxasında və gələcək planlarında, gələcək işlərində uğurlar arzulayım. Orxan, təşəkkür edirəm suala görə. İlk növbədə ona görə ki, niyə görəsə həmişə korporativ ünsiyyət deyəndə, corporate communication, İnsanlar fikirləşir ki, şirkətin kommunikasiyası deyəndə yalnız onun xarici qurduğu əlaqələrdir, stakeholder managementdir, media münasibətləridir, jurnalistlərlə olan işdir və s. Amma burada həm də böyük bir iş şirkətin daxili ünsiyyətidir. Yəni, daxili ünsiyyəti bugün şirkət necə qurur? Fərqli auditoriyaları var, şirkətin fərqli auditoriyaları var. İlk növbədə birinci auditoriya, mənə elə gəlir ki, şirkətin birinci mesajlarını ünvanladığı auditoriya məhz onun daxili kommunikasiyasını həyata keçirdiyi işçiləri olmalıdır. Vəfa xanım artıq qısaca vurğuladı daxili ünsiyyətdən. Mən biraz bunu açmaq istəyərdim. Niyə görə daxili ünsiyyət çox önəmlidir şirkətlərdə? Çünki bu günləri mənim şirkətimdə, sizin şirkətinizdə və yaxud da çalışdığımız şirkətdə olan hər bir kəs həmin şirkətin ambasadorlarıdır, yəni səfirləridir. Və biz belə düşünməli deyilik ki, bu günləri bu işçi məndən bir ildirsə, bir ildən sonra çıxdısa mənim şirkətimdən, artıq onunla əlaqə bitdi. Bu belə deyil. Çünki həmin dediyim kimi bu işçilər, şirkətdə çalışan işçilərin hər biri bizim səfirlərimizə çevrilirlər və illər sonra, hətta bir 5 ildən sonra, 10 ildən sonra da o insandan həmin şirkət barəsində təəssüratını soruşsan, o yaxşı hekayədə bölüşə bilər və yaxud da çox uğurlu olmayan bir hekayədə bölüşə bilər. Niyə də yaxşı hekayəni bölüşməsin? Ona görə birinci növbədə mən fikirləşirəm ki, biz korporativ kommunikasiya, məsələn, departamenti, mən ilk növbədə biz komanda olaraq çalışmalıyıq ki, qoyduğumuz mesajlar düzgün olsun və şirkətdə olan hər bir kəs özünü xoşbəxt hiss etsin, şirkət üçün yararlı hiss etsin. Harvard Business Review reportun belə son çıxan reportunda belə maraqlı bir statistika var ki, 75% işçilərə sadəcə olaraq məlumatlı olmaq, şirkətdə nə baş verir, o barədə məlumatlı olmaq kifayət edir ki, motivasiyada olsunlar. Bu çox böyük bir rəqəmdir, mən deyərdim. Heç də hər dəfə maaşı artırmaqla işçiləri xoşbəxt etmək lazım deyil. Bu nəticəyə gələ bilərik, dostlar. Ona görə də HR departamentləri bir çox hallarda daxili kommunikasiyanı məşğul olurlar. Bəzi şirkətlərdə isə NAR-ın özündə korporativ ünsiyyət departamenti olaraq işin müəyyən bir faizi bizim də üzərimizə düşür. İkinci əsas məqam ondan ibarətdir ki, mən şəxsən belə düşünürəm ki, receptionda oturan xanımdan tutmuş, yəni top managementə qədər əgər şirkətdə hər hansı bir yeni məhsul varsa, yeni xidmət istifadəyə verilirsə, hamı eyni səhifədə olmalıdır. Yəni, bugün şirkətdə çalışan hökümə məlumatı mediadan eşitməli deyil. Birinci növbədə şirkət daxilində, yəni evin daxilində, mətbəxdə bu məlumat hamı ilə bölüşülməlidir. Ondan sonra isə mediada bu xəbəri bölüşməliyik və yaxud da paralel olaraq bu aparılmalıdır. Bu qədər daxili ünsiyyət çox önəmlidir. Bir də bir konsept var. Mən həm də ADA Universitetində dərs deyirəm.
Bilmirəm tələbələrimdən burada var yoxsa yox. Deməli bizim son dərsimiz idi. Dərsdə müzakirə edirdik. Tələbələrdən bir feedback alıram ki, ən çox xoşunuza gələn nə oldu? Yəni biz yanvarda başlayırıq, may ayında bitiririk. Hansı konseptdə ən çox səslənən ifadələrdən biri grapevine-dır. Grapevine bizdə buna yəqin ki deyə bilərik mətbəx söhbətləri. Şirkətlərdə baş verən mətbəx söhbətləri buna deyərik. Hansı ki, qeyri-rəsmi formada işçilər arasında həmişə hansısa bir informasiya axını baş verir. Saat 6 keçdib, olar yemək söhbətini açmayaq. Mətbəx o mənada yox, amma mətbəx söhbətləri də şirkətdə çox önəmlidir və bütün şirkətlərdə bu var. Bu qarşısı alınmaz bir şeydir. Bunu da idarə etmək lazımdır. Bu da daxili ünsiyyətin bir hissəsidir. Çünki məlumat qeyri-rəsmi formada daimi olaraq bir flowdur, yəni yayılır bütün departamentlər arasında və əlbəttə ki, hər bir rəhbər istəyər ki, çox yaxşı söhbətlərə şahidlik etsin. Orada yaxşı olmayan qeybətlər az olsun. Ələxüsus da ona görə ki, bu qeybətlər, bu mətbəx söhbətləri böyük bir krizisə də çevrilə bilər. Ona görə də rəhbərlərin gözünün biri, qulağının biri o mətbəx qapısında olmalıdır hansısa formada. Yəni bunu da idarə etmək lazımdır. Qısaca bu qədər. Məncə uzun danışa bilərəm amma. Çox maraqlı bir кейsdir. Pərviz bəy, necəsiz? Yaxşıyam. Darıxmırsınız ki? Siz necəsiz? Biz də yaxşıyıq. Ləman xanımı gözləyir, amma belə yaxşıyıq. Deməli, Pərviz bəyin əsas işi, dostlar, Bakıda keçirilən bir çox tədbirlərin, konsertlərin ictimaiyyətə tanıtımıdır, ictimaiyyətə təqdimatıdır. Bu işdə Pərviz bəy professionaldır. Ümid edirəm ki, zalda olan insanlar, gənclərdir daha çox. Onlar da hər hansı bir gələcəkdə tədbirlər keçirdəndə konsertlər keçirdə bilərlər və o konsertlərin işıqlandırılması, tədbirlərin təşkilində Pərviz bəyin xidmətlərindən istifadə edə bilərlər. Pərviz bəy, bu tədbirlərdə necə pul qazanaq? Tədbirlərdə əsas pulu təşkilatçılar qazanır, mən də qazanmıram. Rafiq bəy buradadır. Ona görə, amma daha çox sponsor olaraq qazanırlar. Baxır tədbirin keçirildiyi məkana. Məsələn, Crystal Hall kimi yerlərdə içki məhsullarıdır, qida məhsullarıdır. Onlar gətirib öz stendlərini yerləşdirə bilərlər, orada satış edə bilərlər, qazana bilərlər. Amma bəzən təşkilatçılar bunun müqabilində çox pullar istəyirlər və həmin qida markaları ilə anlaşa bilmirlər. Halbuki elə konsertlər var ki, istənilən nəticəni vermir. Məsələn, sən gözləyirsən 25 min adam, orada gəlir 6 min, 7 min adam bilet satır. Bu zaman sən bir qida markasından 10 min, 20 min istəməyin absurd bir məqamda. Ən azından zərərinin bir qismini, xərcini ödəmək üçün, məsələn, 3 min, 5 min onlara qiymət təklifi verə bilərsən və öz satışını edə bilərsən ki, onlar da qazansın, sən də heç olmasa zərərinin yarısından qayıt. Bu barədə biraz anlaşılmazlıqlar olur. Ona görə də o qida və yaxud da ki, içki markası olsun, onların qazanması biraz, belə deyim də, sual altında qalır və yaxud da ki, o ümumiyyətlə qazana bilmirlər. Həmçinin təşkilatçının özü də ziyana düşür bu məsələlərdə. Siz hansı yöndən qazanmaq istəyirsiniz? Məsələ odur. Siz burada nə kimi iştirak edib qazanmaq istəyirsiniz? Bir təşkilatçı olaraq, çünki biz də Networking Azərbaycan olaraq biznes tədbirlərini... Konsertə gələn adam əhval-ruhiyyə olaraq... Bu dəqiqə biz konsertdən, yəni siz daha çox konsertlərlə məşğulsuz deyə, konsertlərdə necə pul qazanmaq olar və necə uduzmamaq olar, belə deyək, əsas mövzu. Burada dediyim kimi, əsas təşkilatçılar qazanırlar. Onlar da uduzmamaq üçün, belə deyim, trenddə olan müğənni seçməlidirlər və yaxud da ki, kultlaşmış, hit olmayan bir müğənni də ola bilər. Elə bir müğənni seçməlidirlər ki, Azərbaycanda həmin adam dinlənilsin, ona tələbat olsun. Bu, bəzən hamı görür ki, məsələn, insanlar konsertlərdən çox pul qazanır. Təşkilatçı olmayan, amma sırf pul qazanmaq üçün buna yanaşan insanlar var. Məsələn, bu yaxınlarda Zeynəb Bastıqın Azərbaycanda 3-cü dəfə konserti təxirə salındı. Çünki niyə? Həmin adamlar əslində təşkilatçı deyirlər, işi bilmirlər. Sadəcə pul qazanmaq üçün bu sferaya giriblər, üzr istəyirəm. Düzgün PR aparmırlar, düzgün danışıqlar aparmırlar, düzgün vaxt seçimi eləmirlər və nəticədə müğənninin imici aşağı düşür və onun Azərbaycana inamı, güvəni azalır ki, artıq məsələn Bakıda məni sevmirlər. Əslində bəlkə də çox izləyicisi var. Sadəcə düzgün vaxtda düzgün PR strategiyası yürütməyiblər, düzgün zamana salmayıblar konsertin vaxtını. Məsələn,
bizdə belə bir 8 martda belə bir konsert olmuşdu. Mən indi həmişə uğur hekayəsini danışmaq lazım deyil deyə düşünürəm. Uğursuzluqlar da olur. Bir sənətçimizin konserti təşkil olunmuşdu Bakı Konqres Mərkəzində. Orada 3500 nəfərlik yerdir. Digər məkanlarda isə çox populyar ulduzların, yeməkli məkanlar, populyar ulduzların konserti var idi. Və burada yeməkli qiymət daha münasib idi. Nəinki Konqres Mərkəzində oturub həmin müğənni dinləmək daha baha qiymətə qoyulmuşdu. Və burada həmin Konqres Mərkəzində keçiriləcək konsertdə uduzdular, biletlər satılmadı. Çünki vaxt olaraq və büdcə olaraq sən artıq konsertə bilet satanda bir nəfər yox, 2 nəfər düşünməlisən. Çünki daha çox xanımlar gəlir, xanımları da gətirən bəylərdir. Bəylərin də büdcəsini nəzərə almaq lazımdır. Sən bir nəfərə 500 manatlıq bilet qoyursansa, nəzərə al ki, bu adam 8 mart günü 1000 manat biletə verəcək, sonra gəlib hansısa restorana pul verməlidir və onun büdcəsinə uyğun gəlmir də. Sadəcə insanları düşünmürlər və daha çox öz ciblərini düşündükləri üçün belə bir məqamlarla rastlaşırlar və uğursuzluqla nəticələnir belə konsertlər. Bunları bütün hər şeyi nəzərə almaq lazımdır. Həmin günü konsert verəcək digər müğənnilər, harda konsert verirlər, hansı biletə konsert verirlər, hansı biletə satılır, onların konsertləri, bütün bunları nəzərə alıb həm bilet qiymətini müəyyənləşdirmək lazımdır, həm məkanı müəyyənləşdirmək lazımdır. Bu baxımdan daha stratejik davransalar daha çox uğur qazanmış ola bilərlər. Yəni belə qazana bilərsiniz, əgər siz də konsert təşkilatçılığı işinə girmək istəyirsinizsə. Təşəkkürlər. Çox sağ olun Pərviz bəy. Bu mövzuya biz elə qayıdacağıq təbii ki. Tural bəy sual verir Vəfa xanıma. Marketinq kommunikasiyasında nəticələri necə ölçürsünüz? Yəni burada artıq PR kommunikasiyadan danışırıq. Rəqəmsal olmayan kanalların analizi üçün hansı metodlardan istifadə edirsiniz? Maraqlı bir case paylaşsaz minnətdar olaraq. Təşəkkür edirəm suala görə. Ümumiyyətlə marketinq belə deyək də bu nəticələrin ölçülməsi marketinq yəqin sahəsində işləyən hər kəsin ağrılı yerlərindən biridir. Çünki bəli, bəzi platformalarda bunu ölçmək çox asandır. Yəni belə deyək, asandır deyəndə bunun üçün konkret toollar var. Bu sosial media kanalları olsun, ödənişli reklamlar olsun və s. Bunları təbii ki ölçmək mümkündür müəyyən toolları inteqrasiya edərək. Amma bəzi kanallar da var ki, bu daha çox ənənəvi reklam dediyimiz sahələr var ki, onlarda təəssüf ki, tam ölçmək mümkün deyil. Bu istər məsələn çöl reklamları olsun və yaxud da bizdən əvvəlki paneldə də bu sual verildi, amma təəssüf ki, tam da cavabı olunmadı. Məsələn, radio reklamları olsun, televiziya yerləşmələri olsun. Bunun təəssüf ki, konkret ölçə bilən və bunun reytinqini verə bilən bir toollar Azərbaycanda yoxdur, təəssüf ki. Amma ümumilikdə belə götürsək, yəni marketinqdə belə bir reklamın, bir marketinq kampaniyasının satışa çevrilməsi üçün indiki dövrdə xüsusilə bir alıcıya fərqli yerlərdən bir növ nüfuz eləmək lazımdır. Yəni belə deyək, hətta deyirlər, bəzən deyirlər 5 dəfə, bəzən deyirlər bir insan 7 dəfə bir reklamı görməlidir ki, bunu nəticə etibarilə satışa çevrilə bilsin. Bu perspektivdən yanaşaraq biz düşünürük ki, əgər sosial mediada bir dəfə qarşısına çıxdısa, mütləq maşın sürərkən bir dəfə onu çöl reklamı şəklində də görməlidir. Radionu açırsa bir dəfə radioda da bunu eşitməlidir. Yəni bu şəkildə insanlarda ümumiyyətlə belə bir məsələ də var ki, artıq bəzən sırf marketinqə satış baxımından baxırıqsa, kreativlikdən daha çox konsistentlik önəmlidir də. Yəni bir insan bir mesajı nə qədər çox eşitsə, onda artıq o qədər çox FOMO yaranacaq. Yəni bu nədir ki, hamı bundan danışır? Niyə mən bunu bu qədər eşidirəm? Bəlkə girim bir baxım. Yəni bu insanın o insani, o təməl hisslərə təsir edən bir məsələdir. Ona görə düşünürük ki, bütün kanallarda, yəni ümumiyyətlə satışın, kampaniyanın uğurlu olmasını istəyiriksə, bir reklamın satışa çevrilməsini istəyiriksə, mütləq şəkildə əlimizdə olan bütün platformalardan, bütün toollardan istifadə eləmək lazımdır. Ölçə bilməsək belə bu çöl reklamları da olmalıdır, radiosu da olmalıdır, TV-si də olmalıdır, sosial mediada olmalıdır. Yəni mütləq şəkildə dediyim kimi mümkün platformalardan insan o reklama məruz qalmalıdır, belə deyək.
Təşəkkürlər. Çox sağ olun. Mən bir sual verə bilərəm. Bayaq siz qeyd elədiniz ki, şirkətlər deməli əlavə səhifələr açırlar öz işçilərini, iş prosesini göstərmək üçün. Yəni bu səhifələr nə üçün açılır? Aman Allah, bunlar necə xoşbəxtlər. Mən də gələm bu şirkətdə çalışım və yaxud da işçi cəlb etmək üçün, yoxsa ümumi müştəri cəlb etmək üçün? Ümumiyyətlə belə deyək də, bunun iki məqsədə xidmət eləyir. Birinci, dediyim kimi, bir çox hallarda, məsələn, bu kontentlərdə, bu live səhifələrinin kontentlərində kimlər çəkilir? Əməkdaşlar özləri çəkilir. Bu özü bəsit bir şey kimi görünsə də, əslində motivasiya mənbəyidir. İnsan deyir ki, mən, məsələn, bankın səhifəsində mən çıxış eləyəcəm, mən varam, o videoda mən çəkilmişəm. Bu, istərsəməz orqanik olaraq onun özü paylaşır, dostları paylaşır, ona bir qeyri-maddi motivasiya verir. Bu bir. İkincisi isə şirkətlərin bu dəqiqə, bilirsiniz ki... Şirkətlər də qeyri-maddi reklamıdır. Təbii ki, bu da var. İkinci məsələ isə bu dəqiqə bilirsiniz ki, ümumiyyətlə təkcə Azərbaycanda yox, qlobalda o talent management, yəni talantların tapılması, qorunması ən önəmli problemlərdən biridir. Yəni istənilən hesabatlara baxsaz, McKinsey-nin hesabatları olsun və digər, yəni talantların cəlb edilməsi çox önəmlidir. Talantlar da hara gəlirlər? Bu dəqiqə mən çox özümü tərifləyim də. Mən deyim ki, mən super işçiyəm, mənim belə benefitlərim var, mənim maaşlarım belədir və s. Amma biz bir iş yerinə keçəndə kimdən məlumat alırıq? Orada işləyən tanışımızdan. Və o artıq həmən tanış şirkətin ambasadoru olur. O tanış xoşbəxt olmalıdır ki, o tanış müsbət şeylər desin bizim haqqımızda. Və live səhifəsi də bir növ o ilkin məlumatlılığı yaradır. İşçiləri xoşbəxt edir. Çünki hər gün kompüterin arxasında oturmaq, rutin işlər görmək biraz fərqli, amma o kontentlərə çəkilmək, orada sənin adının çəkilməsi, orada sənin görünmən, bu da əlavə bir, belə deyək də, bir motivasiya mənbəyi olur uşaqlar üçün. Amma ümumilikdə, belə deyək, iki məqsədi var. Bir, işçiləri xoşbəxt etmək, iki, talantları cəlb eləmək. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun Vəfa xanım. Növbəti sual Ayşə Əmrahova burdadır. Birincisi onu soruşmaq istəyirəm. Buradasınız. Əlinizi qaldırın. Hə, oradasınız. Tamam, əsas odur ki, buradasınız. Sualı özüm oxuyacağam. Ən uğurlu PR kampaniyanız hansıdır və nəyi fərqli etdiniz sualla? Məruz xanımadır sual. Bəli. Sığorta sektorun case olaraq. Sığorta sektoru bayaq da qeyd elədiyim kimi çox çətin bir sektordur və burada PR kampaniyaların və ictimaiyyətlə münasibətimizin çox böyük önəmi var və mən deyərdim ki, sığortada belə stereotiplər var ki, sığorta şirkəti mənə ödəniş eləməyəcək və nəyimə lazımdır axı sığorta? Sabah mənim başıma nə vaxt nəsə bir iş gələr. Yəni, sığorta elə bir məqamda sizin yanınızda olur ki, sabah Allah göstərməsin, maşınınızın hər hansı bir hadisə baş verdi və evinizdə yanğın və hər hansı bir digər bədbəxt hadisələr baş verdi. Burada ən effektiv olan PR kampaniyalar sırf real hekayələr üzərində qurulan kampaniyalarda biz müştərilərin başına gəldiyi hadisələri real hekayə şəklində onları çəkib göstərdiyimizdə bu çox uğurlu nəticələr göstərir və biz həmişə çalışırıq ki, bunu doğrudan da real hekayələr üzərindən quraq. Bəzən olur ki, çox böyük çətinlik çəkirik. Komandam da buradadır, özü də onlar da təsdiq eləyəcəklər ki, bir müştərinin, bir sonda məmnun olan müştərinin real кейzini çəkmək doğrudan da çox böyük bir səy nəticəsində baş verir. Çünki heç kəs öz başına gələn bədbəxt hadisəni işıqlandırılmasını istəmir. Hər hansı bir şirkətdən bir məbləğ aldığını bunu ictimaiyyətə açıqlamaq istəmir və başına gələn hər hansı bədbəxt hadisəni ictimaiyyətləşdirmək istəmir. Lap okey, razı oldu, gəldi çəkilişə. Çəkiliş zamanı çətinlik çəkirik ki, çünki hər kəs ekran qabağında bunu çox rahat şəkildə izah edə bilməyəcək öz hekayələrini, amma reallıqda burada çox yaxşı nəticələr əldə edirik və mən həmişə də çalışıram ki, bunu bəzən olur ki, düşünürük ki, bəlkə real hekayələri aktyorlar tərəfindən işıqlandıraq, amma əminəm ki, bu real insanın başına gəldiyi halda çəkdiyimiz hekayələr kimi təsirli olmayacaqdır. Ona görə də komandamızda çalışır ki, hətta elə olur ki, 100 müştəri ilə danışırıq, sonunda bir müştəri razı olur ki, biz onun çəkilişini eləyirik, real hekayəsini paylaşırıq, amma bu ona dəyir. Yəni, bu onun uğurunu, bu ona dəyir və son zamanlarda hətta çalışırıq ki, bölgələrdən olan müştərilərimizin real hekayələrini işıqlandıraq. Niyəsə bölgədən olan insanların öz hekayələrini paylaşmaqları daha səmimi olur və daha təsirli olur və buna görə də biz
Bu mən uğurlu hekayə, belə deyim, PR kampaniyalarını sırf müştərilərin uğurlu hekayələrini deyə bilərəm və etdiyimiz sığorta ödənişlərinin işıqlandırılmasını deyə bilərəm ki, yəni bayaq dediyim o stereotip var ki, sığorta şirkəti ödəniş etmir, nəyimə lazımdır sığorta, nə vaxtsa başıma iş gələr. Hətta bəzən belə deyim, çox özünə güvənən sürücülər deyir, 10 ildir mən maşın sürürəm, nəyimə lazımdır kasko, nə vaxt mən 10 ildir başıma heç bir hadisə gəlməyib. Amma reallıqda biz o ödənişləri göstərəndə, o hekayələri paylaşanda ki, 10 il təcrübəsi olan, 11 il təcrübəsi olan, yəni mən həmişə belə deyim, öz anam da həmişə deyir ki, belə ki, həmişə özünü, yəni sən peşəkar ola bilərsən, peşəkar sürücü ola bilərsən, amma bir dəlidir, gəlib səni vurdu və sən artıq heç nə eləyə bilməzsən. Yəni sığorta da sırf bu məqamlarda sizin yanınızda olacaq və elə olur ki, məsələn, total losslar olur ki, maşın tamamilə halsız, belə deyim, hala gəlir və o halda biz ödəniş edirik və bunu biz daxili kommunikasiyalarda da çox istifadə edirik. Elə olur ki, bizim əməkdaşların da başına gəldiyi hadisələri onlar öz hekayələrini bölüşürlər və bunun təsiri daha çox olur. Çünki əməkdaşların bölüşdüyü hekayələri də bayaq da həmkarlarım da vurğuladı ki, əməkdaşlar özləri də paylaşırlar, onların tanışları paylaşır və bu artıq viral olaraq çevrilir. Çox sağ olun. Mənim bir sualım var. Çox üzr istəyirəm, bölürəm sizi. Ümumiyyətlə, siz maşallah bayaq da sual verirdiniz. Moderatorluq. Zaldan aktiv sual verirdiniz. Sualı verdi, sonra çıxırdı o tərəfə. Qulaq asmırdı, sonra qayıtdı. Moderatorluq həvəsim yox. Sadəcə dediniz, məsələn, sığorta və müştəri... Çörəmi niyə əlimlə alırsınız? Sığorta və müştəri, məsələn, müştəri müəyyən bir pul ödəyir, müəyyən bir qiymətlər var və onun qarşılığında sonra hər hansı bir zərər gördüksə, ona görə sığorta ödənişi edilir ki, bu qarşılıq olaraq bir işdir. Bəs, məsələn, siz deyirsiniz ki, onların hekayələri daha maraqlı olur, insanlara daha cəlb edici olur. Bu, sığorta ödənişindən əlavə həmin insanların hekayələrini və özlərini sima kimi istifadə eləyəndən sonra onlara əlavə bir ödəniş olunurmu, yoxsa olunmurmu? Olmur. Siz də hər şeyi pula çövürürsünüz. Olmur, yəni biz... Çünki... Hər şeydən pul qazanmalısınız. Bu qədər konsertdə pul qazanırsınız, elədir, neysə. Qazanır. Olunur, yəni bizim hekayələrdə çəkilən, belə deyim, o kampaniyalarda çəkilən müştərilərə biz hər hansı bir benefitlər veririk ki, sonra o gəlib bizim məhsulumuzu alanda o benefitlərdən yararlanır və həmin çəkilişdə iştirak etdiyi üçün onu bir, belə deyim, dəyərləndiririk, motivasiya edirik. Bugün səhər mən sığorta barədə maraqlı bir şey öyrəndim. Mən bir kanala qulaq asıram YouTube-da, Minayev kanalıdır, orada ümumi tarix barədə çox şeylər danışılır və dələduzluq barədə danışılırdı. Bəli, və tarixdə ilk dələduzlar sığortadan irəli gələrək çıxdılar. Yəni, sığortanı aldatmaq ilə dələduzluq inkişaf edib. Yəqin ki, bu istiqamətdə. Yəni, bəlkə də yeganə sektordur ki, bizdə fraud management oradan da çox böyük bir, hətta bir şöbə kimi var. Yəni, fraud management idarə olunur. Hətta bayaq süni intellektdən danışdılar, yalancı şəkillərdən danışdılar. Elə, belə deyim, süni intellektlə belə bir şəkillər paylaşılmışdı ki, insanlar öz avtomobilinin hadisəyə uğradığını göstərib bu süni intellekt vasitəsilə və sığorta şirkətindən pul almağa çalışırdı həmin. Və artıq yəni, bu hallara gəlib çıxdığına görə fraud management çox önəmlidir sığortada. Çox maraqlı, yəni bəs onu siz yoxlamırsınız ki, yəni şəkillə... Yoxlayırıq. Yəni ona görə sığortada bu yoxlanışlar çox, belə deyim... Çox etap-etapdır. Və ona görə də bəzən olur ki, müştərilər, istehlakçılar deyir ki, ay, mənim sığorta ödənişim gecikdi, mənim gec ödəniş elədilər. Yəni, bu, sırf bunun arxasında tək hadisə baş verdi, mən o sığorta hadisəsini dəyərləndirdim, ona ödəniş elədim deyil də, arxasında böyük bir iş durur ki, hansı ki, belə dələduzlardan da özümüzü qorumaq üçün adımlar atılır. Allah qorusun. Mən, Hökümə xanım, sizə sual vermək istəyirəm. Sual çox xoşuma gəldi. Vəliyev Məmmədəli sualı verib. Çox bəyəndim. Hədəf kütləsinin ümumi olduğu şirkətlərə PR və KSM olaraq xanımlara fokuslanırsınız adətən. Niyə kişilər üçün də bir şeylər olunmur, təşkil olunmur kişilərə? Niyə fokuslanmır? Bütün bu reklamlar, bütün bu KSM-lər, bütün bu PR-lar, niyə? Onu sizə kim deyir? Onu mənə Vəliyev Məmmədəli deyib. Mən sübutsuz, faktsız heç bir belə statementları qəbul etmirəm.
Bu yəqin ki, ümumi sualdır. Bu telekommunikasiya sahəsinə Yox, heç bir əlaqəsi yoxdur. ümumi sualdır, amma niyə görə KSM layihələri, düz başa düşdümsə, niyə görə KSM layihələri və reklamlar daha çox xanımlara fokuslanır? Bəli, ümumiyyətlə şirkətlərin PR strategiyaları daha çox xanımlara fokuslanır. Mən razıyam. Adamı tək qoymayın, tək görməyin orada. Mən adamla razıyam. Böyük ehtimal ona görə ki, biz yaşadığımız cəmiyyətdə həmişə qadın mövzuları, ələxüsusda bəlkə də bir son 10 ildir, 10 ildən biraz çoxdur ki, bu qadın mövzusunu götürəcəm mən. Yəni bu ətrafda biz çox danışırıq. Qadınların oxuması, qızlarımızın təhsili, əsas onların inkişafı, gələcək təminatları. Böyük ehtimal ki, buna görə siz belə deyək də KSM layihələrinin daha çox bunun ətrafında olmasını müşahidə edirsiniz. Çünki şirkətlər KSM layihələri birazca, yəni bundan danışım, korporativ sosial məsuliyyət layihələridir. Biz NAR olaraq da KSM layihələrinə çox böyük önəm veririk və əsas istiqamətlərimizdən biri də elə təhsildir. Təhsildə də qadınların təhsili, daha çox regionda olan qızlarımızın təhsili, onların təhsilə cəlb olunması istiqamətində işlər görürük. Və yəqin ki, NAR kimi də digər şirkətlərdə də siz bu fokusu müşahidə edirsiniz. Dediyim kimi, bu da ona görədir ki, tarixən bu elə bir sahə olubdur ki, burada buna ehtiyac var. Ona görə də KSM layihələrimizin bir çoxu bu istiqamətdədir. Yəqin ki, mənim əməkdaşlar, dostlarımız da bundan razı olarlar. Harada boşluq varsa, harada nəyisə inkişaf etdirə biləriksə, harada nəyə dəstək ola biləriksə, yəni KSM-in əsas məqsədi nədən ibarətdir? Şirkətlər iqtisadi maraqları güdmədən cəmiyyətə geri dönüş etsinlər. Cəmiyyətdə boşluqlar hardadır? Harada çətinlikləri görürüksə, o istiqamətdə şirkət öz strategiyasını bərirləyir. Məsələn, NAR üçün bu günlər bu təhsildirsə, inklüziv cəmiyyətin qurulmağıdırsa, milli mədəni irsin qorunmasıdırsa, vətənpərvərlik istiqamətində layihələrdirsə, bir çox digər şirkətlər ola bilər ki, onlar üçün də fərqli strategiyaların, fərqli KSM tərəfləri ola bilər. Baxımdan, yəni əsas səbəblərdən biri kimi mən bunu görürəm. Təşəkkürlər. Mən icazənizlə bir əlavə eləyim Hökümə xanımın dediyinə. Ümumiyyətlə, çox düzgün vurğuladı Hökümə xanım ki, ümumiyyətlə, KSM nədir? Korporativ sosial məsuliyyət. Burada artıq məsuliyyət, bu sosial mövzu olmalıdır, düzdür və müəyyən bir məsuliyyət elementi olmalıdır burada. Və qadınların inkişafı, qadınların empowermentı da, belə deyək, təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada qadınlar həssas qrup olaraq müəyyən ediliblər. Həssas qrup nədir? Yəni, həssas qrup çox qruplar ola bilər də. Bura müəyyən əlilliyi olan insanlar ola bilər, təhsil məsələsi ola bilər və qadınlar da təəssüf ki, təkcə Azərbaycanda deyil, bunun altını bir daha çizmək istəyirəm ki, bütün dünyada həssas qrup olaraq tanınırlar. Və məhz buna görə də burada bir sosial məsələ var. Həssas qrup olan qadınlar qrupu və məsuliyyət elementi var. Yəni biz bu şirkət olaraq kommersiya məqsədi güdmədən bu həssas qrupa necə töhfə verə bilərik? Bunun təhsilinə olsun, bunun inkişafına olsun, müəyyən istiqamətlərdə bu qrupa aid olan insanların maarifləndirilməsi olsun. Yəni buna görə, sırf həssas qrup olduqlarına görə bəzən bir çox belə deyək, sosial məsuliyyət layihələri qadınlar ön plana çəkilir. Amma bu təbii ki, o demək deyil ki, kişilər tamamilə unudulur. Kişilər ümumilikdə, yəni yerləri yaxşı olduğu üçün bəzən qıraqda qala bilirlər. Amma yenə dediyim kimi, bu həssas qrup məsələsi çox önəmlidir ki, KSM layihələrində də buna önəm verilir. Təşəkkürlər. Ümid edirəm ki, Vəliyev və Mədəli, buradasınız siz? Okay. Mən bir nümunə də olaraq demək istəyərdim. Məsələn, bizim bu təhsillə bağlı bölgələrdə layihələr eləyirik. Auditoriyaya girirsən, auditoriyanın çox böyük hissəsi, artıq 9-cu, 10-cu sinif, belə deyim, siniflərə girəndə, böyük bir hissəsi oğlanlardır. Yəni, soruşursan ki, məsələn, qızlar hanı, yəni qızları çoxusunu evdəki valideynləri oxumağa icazə vermirlər. Və bu da sırf səbəb budur ki, şirkətlər hər hansı bir təhsil və hər hansı bir korporativ sosial məsuliyyət layihələri eləyəndə daha çox xanımlara yönəlirlər. Yəni bunun belə bariz regionlarda, regionlarda, daha cənub regionlarda daha çox belə layihələr müşahidə edirik və sırf ona görə də, yəni məqsəd elə odur ki, yəni orada olan xanımların da, yəni qızların da təhsilə yönəlsinlər. Təşəkkürlər. Ümid edirəm ki,
cavabdan razı qaldınız. Pərviz bəy, necəsiz? Yaxşıyam, əla. Gəlin sizə də söz verək də. Yəni xanımlar danışır, amma gəlin sizə bir sual verim. Necə pul qazanaq? Sizin başqa... Siz də mənim kimi puldan yapışmışsınız deyəsən. Sizi görəndə o yadıma düşür. Mən istərdim ki, həqiqətən də siz də təcrübənizlə bizimlə bölüşəsiz. Bayaq sizə az vaxt verildi. Tədbirlərin düzgün PR olunması barədə yenə də fikir söyləyəsiniz. Çünki bilirəm ki, sizin içiniz doldu, siz çox faydalı məlumat sizdə çoxdur. Bizimlə bölüşün zəhmət olmasa. Tədbirlərin düzgün təşkil edilməsi, düzgün PR edilməsi üçün ən azı 3-4 ay öncədən xəbər olmalıdır. Və yaxud da ki, bizdə təşkilatçılar yaxınlaşır, baxırsan ki, elə bir tarixə, birinci gün məsələn götürüb konsert təşkil edirlər. Birinci gün hamı işdə olur, işdən yorğun gəlir. Daha çox həftə sonu konsert təşkil etmək daha uğurlu vaxtdır. Nəinki birinci gün. Sən birinci gün konsert artıq təyin eləmirsən, vaxtı, məkanı danışmısan, sonra gəlirsən mənim yanıma ki, bəs biz konserti necə PR edək. Mən yəni çox olub, elə sənətçilər var ki, istəyirsən yəni 15.000 dəfə onu xəbər səhifələri paylaşsın, influencerlar paylaşsın. Günü düzgün seçilmədiyi üçün bu artıq belə deyim, fayda vermir. Yəni burada PR da artıq rol oynaya bilmir. Çünki həmin insanın həmin günü işi var. Həmin gün insan yorğundur, evə gəlib dincəlmək istəyir. O konsert ab-havasında deyil. Ona görə də konsert üçün uğurlu günlər 5-ci, 6-cı və bazar gün də deyil əslində 5-ci və 6-cı günlər sayılır. Yəni təşkilatçılar əsas buna önəm verməlidirlər ki, pul qazansınlar, nəinki pul itirmək. PR məsələsinə gəldikdə isə dediyim kimi insanlara birincisi müğənnilərdən də çox şey asılıdır, sənətçilərdən də çox şey asılıdır. Çünki təşkilatçı hər nə qədər yaxşı olsun, müğənninin bir konsert background olmalıdır. Baxa bilməlisən ki, bu müğənni konsert üçün yararlıdırmı? Konsertdə hansı enerjini ötürəcək sənətçilərə? Və yaxud da bundan öncə konsert təcrübəsi olubmu? Olubsa, nə qədər bu insan tələbatlı olub? Onun konsertinə kimlər gedib, kimlər getməyib? Yəni, hansı təəssüratla ayrılıblar? Bu çox önəmli məsələdir. Məsələn, Yıldız Tilbe Türkiyənin çox önəmli sənətçilərindən biridir. O 2 dəfə Azərbaycana gəlib, heç birində bilet sata bilməyib və o enerjini yaxalaya bilməyib insanlarla. Halbuki Türkiyədə onun bütün konsertləri sold out olur. Həmçinin bu Sılada da belədir. Burada gələndə o enerjini yaxalaya bilmir tamaşaçı ilə. Məsələn, gəlib adam konsert verməyə bir həftədə çıxartdığı albomun mahnılarını ifa edir konsertdə. Və tamaşaçı normal olaraq bilmir onun mahnılarını. Sən başqa bir ölkəyə gedirsənsə, orada artıq kultlaşmış, sevilən hitlərini səsləndirməlisən ki, gələn konsertləri verməyə də sənə, belə deyim də, şərait yaransın, insanlar sənə qarşı tələbatlı olsun. Məsələn, bizdə 2-3 gün konsertlər olub, Edisim konsertini deyiləm mən, ilk dəfə Bakıya gələndə. Biz onun üçün 2-3 aylıq bir PR planı hazırladıq. İlk dəfə belə bir paylaşım etdim ki, mən səhifəmdə ki, bəs Edis gəlsə konsertinə gedərsiniz. Artıq insanlarda maraq yaranmağa başladı ki, deməli gəlir, sən paylaşmısansa deməli gəlir. Belə bir inam yaranır. Sonra bir həftə, 2 həftə keçir, biz paylaşırıq ki, Edis gəlir. Sonra 2 həftə keçir, artıq yazırıq ki, filan tarixdə gələcək, amma biletlər satışa çıxmayıb. Artıq insanlar maraqda qalır ki, görəsən nə vaxt gələcək, mən çox getmək istəyirəm, Bakıya gəlməyib. Məsələn, mən bir gün öncədən paylaşım etdim ki, sabah saat 6-da Edisin konsert biletlərini satışı mənim storimdə olacaq. Biz həmin günü iTicket-in bir postu, mənim bir postum və bir storimlə 6 saata 59.000 manatlıq sizi çox maraqlandıran bir məsələ. 59.000 manatlıq bilet satdıq, 1000 bilet. Yəni konsertin Konqres Mərkəzinin artıq 30% biletləri satılmışdı. 3 günə isə sold out oldu, 2-ci gün əlavə olundu. Və qeyd edeyim ki, sizə konsertin feedback-i, konsert müğənnisi olmaqdan söhbət gedir. Adam gəldi 29 mahnını dayanmadan, antrakt filan olmadan, sadəcə su içərək, rəqs eləyə mahnı oxudu və konsertdən paylaşımlar nəticəsində 2-ci günün biletləri də sold out oldu. Çünki insanlar artıq o reaksiyanı görmüşdü. Həmçinin o gəldi 2-ci dəfə Crystal Hall-da konsert verdi, 9.000 adam yığılmışdı onun konsertinə. Halbuki Akon'da gəlmişdi 7.000 adam. Məsələn, Akon'la Edisi müqayisə eləmək düzgün deyildi. Akon dünya şöhrətli müğənnidir. Və burada konsert
konsept müğənnisi olmağın, tələbatda olmağın əsas məqamı, yəni PR-dan da asılı deyil, müğənninin özündən asılıdır. Elə məsələn Justin Timberlake bir günə 30.000 bilet satılıb adama. Yəni baxsan son illər heç bir hiti yox. Siz mənə pulla danışında mənə belə daha asandır. Pulla detalları dediyim kimi konsert bitəndən sonra öyrənirəm mən. Sonra yayılan informasiyalar məndən çıxdı deyə bilinməsin deyə. Ona görə pulla mən sizə məlumat verərəm konsertdən sonra. Təşəkkürlər. Dostlar, yorulmadınız ki? Yorulmusunuzsa əl çalın. Siz çıxa bilərsiniz. Tamam, qal. Bir də qeyd edeyim. Azərbaycanda mikrofon söndürdüm yenə. Azərbaycanlı sənətçilərdən, xariciləri misal gətirəm. Azərbaycanlı sənətçilərdən Orxan Zeynallı Azərbaycan rekordu vurub. Biləsiniz ki, bir gün onun bütün biletləri satılmış, yeganə Azərbaycanlı müğənnidir. 3300 bilet satılmışdı onda da. Və ondan sonraki bütün konsertlərdə sold out keçir. Yenə də bu onun, çünki düz yanaşmır sənətinə. Okey, mən reperəm, gəldim, fonoqramla oxudum, getdim kimi yanaşmır. Adam ora qatır opera ilə konsert verir, simfonik orkestrlə konsert verir. Hər dəfə fərqli musiqi növlərinə müraciət edir ki, o tamaşaçısını əldə saxlaya bilsin və satışını yetəri qədər etsin. Belə, təşəkkürlər. Çox sağ olun. Dostlar, gəlin hər iştirakçıya bir dənə də sual verək və bununla tamamlayaq. Sual, hələ Pərviz bəy, sizədir. Bayaq bir xanım var idi, burada yazmışdı, Nurana. Soyadını yazmayayım, sadəcə Nurana. Okey. Sualım Pərviz bəyədir. Son illər Pərviz bəyi hər yerdə görməyə başladıq. Harada siz görürlər hər yerdə? Okey. Sosial mediada əhəmiyyətli tədbirlərdə və s. Şəxsi PR-da izlədiyi yol onu bugün hansı mövqeyə gətirdi? Yəni, şəxsi PR-da, şəxsi brandingdə hansı strategiyanız var? Necə oldu ki, bu yerə gəlmişsiniz? Necə oldunuz ki, ulduz olmuşsunuz və s. bunu danışardınız? Şəxsi PR-da əsas məsələ mən gələrkən, yəni bu sahəyə gələrkən öz beynimdə tutmuşdum ki, mən ancaq keyfiyyətli kontent istehsal eləməliyəm, keyfiyyətli insanlarla əhatələnməliyəm, onlarla çalışmalıyam. Məsələn, mənim indiki durumumdan istifadə eləməyə çalışan çox sayda bayağı ifaçı olsun, bayağı kontentlər istehsal edən insanlar çoxdur. Mən pulun xətrinə bunlara tərəf heç vaxt getməmişəm. Düşünmüşəm, bir dənə işim olsun, keyfiyyətli insanlarla münasibətim olsun və yaxud da ki, yeni çıxan sənətçilər var. Mən yeni çıxan sənətçilərlə çalışmıram prinsip olaraq. Çünki düşünürəm ki, sən bir müğənni olaraq məndən daha az məşhursansa, mən səndən niyə çalışım? Yəni, bu məsələ var. Bir də ki, yeni insan, yəni, bilmirəm, məsələn, mən çox az maaş aldığım dövrlərdə, 2017-18-dən danışıram, getmişəm hər hansı bir müğənni ilə müsahibəyə göndəriblər ki, sən bu filan kəsdən müsahibə almalısan. Təbii ki, mən müsahibə alıramsa, o bayağı müğənni də olsa, hər hansı bir, belə deyim də, mənim kriteriyalarıma uyğun olmasa da, hər şey təqdimatdan asılıdır. Mən onu elə təqdim eləməliyəm ki, o mənə uyğun şəkildə görünsün. Hətta o zamanlar mənə pul təklif olunub, mən biraz indi açıq danışacağım. Məsələn ki, çox sağ ol, gəldiyinə al bu sənin 50 manat taksi pulu verərsən filan. Həmin vaxtı mənim cibimdə 2 manat olub, amma mən o 50 manatı götürməmişəm. Çünki bilmişəm ki, bu mənim gələcəyim üçün riskdir və gələcəyimdə bu mənim şəxsi karyerama, insan olaraq özümə çox pis təsir göstərəcək. Və məncə, bugün mən o keçdiyim çətin günlərin bəhrəsini indi görürəm. Özüm üçün bir paqvis imicini formalaşdırmışam. Ona görə mən hər yerdə görmək istəyirlər, amma qeyd edim ki, mən hər yerdə deyiləm. Sadəcə olmaq istədiyim yerlərdəyəm. Nurana, soyadınızı da bilmirəm, hər yerdə deyil. Bəli, doğru yerlərdəyəm. Təşəkkür edirəm. Hər birinizə çox təşəkkür edirəm aktiv suallara görə. Suallar çox gəlir, amma hamısını oxuya bilməyəcəm. Növbəti sual... Bayaqdan deyirsiniz, sual verin, yaxşıdır da, aktivdir, amma hamını bütün sualları oxuya bilməyəcəm. Hükümə xanım, sual sizədir. Böhran kommunikasiyası ilə bağlı olaraq fikrinizcə təşkilat nə zaman böhrana hazırlıq görməyə başlamalıdır? Böhran situasiyasına nə vaxtın hazırlaşmaq lazımdır və bunun üçün nələr eləmək lazımdır? Böhran kommunikasiyası, buna biz crisis communication deyirik, krizis situasiyaları da deyirik, hərə bir cür adlandırır. Çox önəmli məsələlərdən biridir, hər bir şirkət üçün, təşkilat üçün mən deyərdim və burada yəqin ki, işləyən
yoldaşlarımız var. Mən sual ünvanlamaq istəyirəm sizə. Sizin şirkətdə sizin bildiyiniz qədəri ilə böhran planı varmı? Crisis plan varmı? Əgər varsa əlinizi qaldırın. Böhran planı var. Okay. ABB əlini qaldırdı. Siz hansı şirkət? ABB, maşallah. Vəfa yaxşı işləyir. Özləri alqışlayır, baxın. Çox önəmli məsələlərdən biridir. Çünki hər şirkətdə biz böhran planlarını görmürük. Şirkət böhran baş verdiyi zaman hazırlaşmalı deyil. Crisis planlar şirkətlərdə daha öncədən olmalıdır. Və bu ona görə önəmlidir ki, krizis baş verəndə, hadisə baş verəndə sən şok effekti aldığın an hərəkətə keçə biləsən. Krizis planlar biz NAR olaraq, Azərfon olaraq da o planı biz hazırlamışıq, əlimizin altında var və təkcə planı hazırlamaq yox, onu həm simulyasiya etmək çox önəmlidir. Bir müddətdən bir şirkətdə olan işçilərə təlim etmək çox önəmlidir ki, hansı böhran situasiyaları baş verə bilər. Bu təbii fəlakətdən tutmuş, şirkətə məxsus spesifik olan böhran situasiyaları da ola bilər. Məsələn, Azərfon şirkətini götürək. NAR-da antenalar fəaliyyət göstərmədi, birdən dayandı. Nə olacaq? Şəbəkə yoxdur və s. və ilaxır. Bu anda biz nə etməliyik? Dərhal hərəkətə keçməliyik. Krizis planı, böhran planı ətrafında bir komanda formalaşmalıdır. Və bu komanda bilməlidir ki, sırf o böhran planı ilə məşğul olur və sabah hər hansı bir hadisə baş verərsə, bu komanda işə cəlb olunmalıdır. Bu komandada kimlər var? Rəhbər heyətdən nümayəndə olmalıdır, HR-dan nümayəndə olmalıdır, maliyyədən nümayəndə olmalıdır, procurementdan nümayəndə olmalıdır. Eyni zamanda kommunikasiya departamentindən, PR departamentindən bir nümayəndə olmalıdır ki, onlar sırf bu böhran situasiyasından məşğul olacaqlar. Biz kommunikasiya departamenti olduğumuza görə böhrandan danışırıqsa mesajlar öncədən situasiyalara uyğun olaraq şablonlarımız hazır olmalıdır əlimizdə. Amma o demək deyil ki, sən mütləq olaraq bu şablonla hərəkət etməlisən. Sadəcə bilməlisən ki, hansı situasiyalarda, hansı istiqamətlərə baxmaq lazımdır və komandanı cəlb edirik, mesajlarımız hazırlanır, dərhal geri dönüş etmək lazımdır, ictimaiyyətə məlumat vermək lazımdır. Böhran situasiyasında açar söz dərhal reaksiyadır. Yəni gözləmək olmaz. Çünki gözlədiyin zaman həm insanlar narahat olurlar, sosial şəbəkələrdə bir sıra xoşa gəlməz şirkət əleyhinə məlumatlar paylaşıla bilər, fərqli reaksiyalar ola bilər. Ona görə çox önəmlidir ki, şirkət özü birinci növbədə insanların narahatçılığı ilə bağlı ümumi bir mesaj, məlumat paylaşmış olsun. Yəni bu çox önəmli bir məqamdır. Bunun ətrafında press konferensiyalar da olur. Böhranın ciddiliyindən asılı olaraq jurnalistlərlə görüş də keçirilə bilər. Həmin press konferensiyalarda, görüşlərdə kimlər iştirak etməlidir sualını versəniz, bu şirkətin CEO-sudurmu, yoxsa PR direktorudurmu? Mən deyərdim ki, bu situasiyada tamamilə birinci növbədə hazır olmalı olan PR rəhbərlər olmalıdır, kommunikasiyasını aparan şəxslər olmalıdır, hansı ki, ictimaiyyətə açıqlama verəcəklər. Hətta CEO ilə birbaşa ünsiyyətdə də həmin PR rəhbərlər olmalıdır. Mesajın formalaşmasında, mesaj tonunun formalaşmasında cümlə və cümlə mütləq konsultasiya olmalıdır. Daha sonra isə ehtiyac olarsa, növbəti dəfələrdə şirkət rəhbərləri də açıqlama verməlidirlərsə verərlər. Belə. Təşəkkürlər. Çox sağ olun. Adətən uyğun olaraq Pərviz bəy sual vermək istəyir. Hökümət xanım, bağışlayın, bəlkə də bu sualın ünvanı siz deyirsiniz, mən qaynar xətti yığmalıyam. Sadəcə qaynar xətti yığanda saatlarla Schubertin Ave Maria əsərini dinləyirəm deyə indi burada fürsətdən istifadə edirəm. Deməli, mən nəzərə alaq ki, mən sizin simanızda bir çox mobil operatorları nəzərdə tutaraq bu sualı verirəm. Nəzərə alaq ki, illər öncə milli ön yox idi, digər bank applicationları yox idi, ödəmələr və s. digər xərclər üçün deməli, mobil operatorların yetərincə xərci çıxırdı. Kontur, çap
çapa, kağıza və s. və ilaxır. Bu xərclər getdikcə azalmağa başladı internet sayəsində. Ancaq mobil internet olsun və yaxud da ki, danışıq qiymətlərinin azalması və s. olsun, bunlar heç cür aşağı düşmədi. Əksinə, ildən ilə daha da artmağa başlayır. İnternet, məsələn, 10 GB-ı əvvəl alırdıq 5 manata, indi alırıq 7 manata. Bunun səbəbi nədir? Bu nə ilə izah edilir? Yəni, bütün dünyada internet qiymətləri və s. mobil xərclər azalır, bizdə artır. Bu sualın ünvanı mən deyiləm. Düz vurğuladınız. İkinci onu deyə bilərəm ki, xidmət keyfiyyətinin artılması istiqamətində ciddi işlər görürük. Təşəkkürlər. Təşəkkür edirəm. Bilsəydim qaynar xətti yıxardım. Arada Şubertə qulaq asan. Təşəkkürlər. Çox sağ olun. Mən Məruz xanım, sizə sual vermək istəyirəm. Baxın, siz danışdınız, кейslərdə danışdınız ki, hansı addımlar atırsınız, xüsusilə bölgələrdəki PR kampaniyalar haqqında danışdınız. Başqa hər hansı addımlar atırsınız ki, bu sığortaya qarşı olan inamsızlıq stereotipini yığışdırasınız da, yəni mübarizəni nə formada aparırsınız? Sığorta sektoruna mən həmişə banklarla müqayisə edirəm. Çünki biz eyni maliyyə bazarının iştirakçılarıyıq və banklar bizdən biraz daha irəlidədirlər. Hətta 5 il, 6 il deyə bilərəm ki, bizdən irəlidədirlər. Əvvəllər kredit faizlərini və ya kreditlə bağlı hansı bir məqamlar olduğu anda insanlar çox da məlumatlı deyildilər. Amma indi çox rahat insanlar götürdükləri kreditin faizinin nə qədər olacağını özləri hesablaya bilirlər. Sığorta sektorunda bu biraz fərqlidir hal-hazırda. Maariflənmə çox aşağıdır və insanlar aldığı məhsulun sonda ona nə verəcəyini çox da bilmirlər və sığortanın belə deyim, terminlərindən və qanunvericiliyindən məlumatsızdırlar və biz tək öz şirkətimizin tanıtımını deyil də, məhsullarımızın tanıtımını deyil də, həmçinin maariflənməyə də çox böyük önəm veririk və çox böyük investisiyalar edirik bu istiqamətdə. Bunu tək biz deyil də, bunu Azərbaycan Sığortaçılar Assosiasiyası var. Biz birlikdə şirkətlər olaraq da bu artıq 3 ildir ki, davam edən bir maarifləndirmə kampaniyamız da var. Sığorta bazarı hal-hazırda maarifləndirməyə ehtiyac olan bir bazardır və ən böyük investisiyalarda sırf maarifləndirməyə olunmalıdır ki, sonda həm narazı müştərilərimiz az olsun, həm insanlar məhsulun benefitlərini, yəni üstünlüklərini bilsinlər ki, sabah alıcılıq qabiliyyətimiz də yüksək olsun. Əslində, mən bu sektora başlayandan, belə deyim də, 10 ildə artıq Paşa Sığortadayam, dəyişib. Yəni, ümumi olaraq məhsul algıları dəyişib. Əvvəl insanlar ancaq icbari məhsullarımızı alırdılar. Belə deyim, açıqlayayım burada, yəni hansındakı şirkətlər, sığorta şirkətləri burada çox da qazanmırlar və çox da qazanc əldə eləmirlər və bizə maraqlıdır ki, daha çox könüllü sığorta məhsullarımız satılsın və hal-hazırda da bu stereotiplər dəyişmək üzrədir. İnsanların maraqları artıq könüllü sığorta məhsullarında çoxalıbdır və qeyd etdiyim kimi, maariflənmənin önəmi çox vacibdir. Aydındır, sualına tam olaraq cavab verdiniz. Nə qədər Pərviz bəyin ağlına suala gəlmir, mən keçirəm Vəfa xanım sizə. Deməli, mən sualım Vəfa xanım. Mən ABB banka təşəkkür edirəm, onlara borcum var. Çatdırmadım bu dəfə, neysə. Vəfa xanım, gəlin son olaraq, sonuncu sualdır, panelimizin sonuncu sualını sizə vermək istəyirəm. Süni intellektin PR strategiyalarında yazılmasının rolu haqqında bizə qısa olaraq fikir bildirərdiniz, zəhmət olmasa. Çox geniş mövzudur əslində bu, amma çalışacağım qısa insanları yormadan məlumat verim. Ümumilikdə süni intellekt nəyidir də bizim üçün? Yəqin ki, bunu kolleqalar da deyərlər. Bir çox istiqamətdə biz istifadə edirik. Ən əsası təbii ki, kontent yaradılmasıdır da. Kontentin yaradılması, yazı mətnlərin yaradılması, daha sonra tərcümə məsələlərində çox köməyimizə gəlir süni intellekt. Çünki Azərbaycanda bir çox korporativ bilirik ki, saytlar olsun, məlumatlar olsun, təkcə Azərbaycan dili ilə yanaşı İngilis, Rus dillərinə də tərcümə olunur. Bu istiqamətdə sürətin qazanılmasında, təbii ki, bütün işi süni intellekt görmür, amma sürətin qazanılmasında, ilkin o draftın yaradılmasında süni intellektin rolu çox böyükdür. Digər tərəfdən bilirsiniz ki, bu dəqiqə, mən əvvəl bu tendensiyalardan danışanda dedim, bu dəqiqə
fərdiləşdirilmiş məlumat çox dəb olan bir terminologiyadır. Hiperpersonalizasiya deyirlər buna. Bu tipli, yəni kontentin yaradılmasında təbii ki, nə lazımdır? Müştərilərin datası emal olunmalıdır, datalara baxılmalıdır. Müştəri nəyə daha çox baxır, nəyə klik edir, nəyi paylaşır, spending, yəni xərcləmə vərdişləri necədir? Və bütün bu datanın emal edilməsində süni intellekt bizim köməyimizə gəlir, çatır. Çünki manual olaraq bunları etmək təbii ki, çox böyük insan resursuna ehtiyac var, vaxt resursuna ehtiyac var. Süni intellektlə bunlar müəyyən qədər avtomatlaşdırıla bilir. Bu da PR strategiyasının daha belə deyək, hədəfə yönümlü, daha müştəriyə uyğun olmasına kömək eləyir. Bundan başqa bilirsiniz ki, bayaq krizisdən danışdıq, böhrandan danışdıq və Hökümə xanım çox düzgün olaraq qeyd elədi ki, böhran anında böhran kommunikasiyasına başlamaq lazım deyil. Böhrandan çox əvvəl buna hazırlaşmaq lazımdır. Bunu da necə edə bilirik? Təbii ki, yenə süni intellekt burada köməyimizə gəlir. Fərqli, bilirsiniz, sosial mediada dinləmə alətləri var, sentiment analizləri edilir, medianın monitorinqi həyata keçirilir ki, tendensiyanı tuta bilək. Nələr baş verir, insanlar nədən narazıdırlar, nəyi inkişaf etdirə bilərik. Və bütün bunlar təbii ki, süni intellektin dəstəyi ilə, o avtomatlaşdırılmış toolların, alətlərin dəstəyi ilə həyata keçirilir və nəticə etibarilə o PR strategiyamızın, o content strategiyamızın daha düzgün, daha doğru formalaşmasına təsir edir. Qısaca belə deyə bilərəm, amma daha dərin mövzudur təbii. Təşəkkürlər. Çox sağ olun. Hörmətli panel iştirakçılar, sizə təşəkkürümü bildirirəm bugünkü iştirakınıza görə. Hörmətli qonaqlar, minnətdarlığımızı bildirirəm. Yoxsa bunu aparıcı deməkdir? Sorry. Sizin də biz sizə təşəkkür edirik. Çox sağ olun. Maraqlı müzakirəyə görə həqiqətən də ölkəmizdə nüfuzlu şirkətlərin nümayəndələri, həmçinin konsert mövzusu olsun. Əslində yalnız konsert deyil, bir qədər də Pərviz bəyin təcrübəsindən yararlana bilərdiniz. Bir çox mövzularda, PR mövzusunda dəyərli tövsiyələrini ötürdüyünə görə hər birinizə ayrı-ayrılıqda xüsusi təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, bu planşeti götürə bilərəm də sonuncu maddə. Onsa məndən sonra yoxdur axı. Götürə bilərəm. İstəsəz apara bilərsiniz, yetər ki, faydalı olsun sizə. Çox sağ olun. Təşəkkür edirik hər birinizə və sizin alqışlarınızla biz Milli Marketinq Forumunun 2025-ci ili olan sonuncu gününü və sonuncu panelini yekunlaşdırırıq. Rica edəcək ki, mərkəzə buyurasız bir ənənəvi şəklimizi fotoqraflar çəksinlər. Çox sağ ol deyirik bizlə bərabər olan hər bir qonağımıza, sponsor tərəfdaşlarımıza, texniki heyətə, Ledaza təşəkkür edirik. Cinemaster Kinoteatrlar şəbəkəsinə, Facemark şirkətinin əməkdaşlarına çox sağ ol deyirik və sonda rica edəcək ki, zalı ilə alqışlarla tərk edəsiz, son alqışları sizdən. Xahiş edirik, Milli Marketinq Forumu başa çatır.